Salam kanalımın değerli izleyicileri. Bugün sizinle kış hazırlıklarından erik cemi ve erik kompotunun hazırlanmasını bölüşmek istedim. İlk önce sterilize olunmuş aroma şişelerine yuyulub təmizlənmiş meyveleri yerleştiririk. Kompotun renginin şəffaf, dadının sizə mükəmməl olmasını istəyirsinizsə, meyve seçimini düzgün etməlisiniz. Yəni meyveləriniz yetişmiş ancaq bərk halda olmalıdır. Mən ailəmizin ağız dadına uyğun olaraq hər şüşəyə 1 stəkan, armudu stəkanla 1 şəkər tozu əlavə edirəm. Siz öz ağız dadınıza uyğun olaraq şəkər tozunu artırıb və ya azalda bilərsiniz. Meyvəni və şəkər tozunu əlavə etdikdən sonra yaxşı qaynamış suyu üzərinə əlavə edib ağzını bağlayırıq. Və qalın ədyala bükürük. Bir gün qaldıqdan sonra artıq kompotlar hazırdır. Mən illərdir ki kompotu bu üsulla hazırlayıram. İnandırım ki qaynatmaqdan heç bir fərqi yoxdur. Və keçək ərik ceminin hazırlanmasına. Mən yuyulub təmizlənmiş hər 1 kilo olan meyvəyə 700 qram şəkər tozu əlavə edirəm. Yenə dediyim kimi zövqlər və ağız dadı fərqlidir. İstədiyiniz qədər şəkər tozunu artırıb və ya azalda bilərsiniz. Şəkər tozu ilə əriyi yaxşı qaynatdıqdan sonra kəpini yığırıq və blenderla xırdalayırıq. Qatı bir cem olmasını istəyirsinizsə, cemi çox qovurmalısınız. Ancaq biraz duru olmasını istəyirsinizsə, blenderla xırdaladıqdan sonra 15 dəqiqə qaynasa kifayətdir. Mən qatı olmasını istəyirəm, onun üçün biraz çox qovururam. Və cem hazırlamışkən bir gözəl də cemli kurabiyə hazırlayaq. Mən cemli kurabiyəyə 4 yumurta, 2 stəkan şəkər tozu, 1 paçka qabartma tozu, 1 paçka vanil və 250 qram otaq temperaturunda yumuşalmış yağ əlavə edirəm. Yağ yenə də sizin zövqünüzə qalır. İstəsəniz kərə yağı, istəsəniz margarin yağı istifadə edə bilərsiniz. Ələ yapışmayan yumuşaq bir xamır yoğururuq. Və əlimizdə istədiyimiz formanı verə bilərik. Mən bu dəfə bu formanı verməyi seçdim. Formasını verib üzərinə cemini əlavə edirik və 180 dərəcədə bişməyə qoyuruq. İnandırım sizi ki bişərkən qoxusu bütün aləmi yayıldı və çox kövrək, ağızda ovulan, ləzzətli bir şirniyyatdır və hazırlanması da çox asandır əslində. Sizin də sınamağınızı məsləhət görürəm. Və bugünlük bu qədər. Göz haqqınızı halal edin. Hazırlayan hər kəsə nuş olsun. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi və şərh yazmağı unutmayın. Gələn görüşlərə dək sağ olun.